Bugün bu gözəlliyi öz sahibinə verməyə gedirəm. Instagram səhifəmdə bilirsiniz ki, Şeqlan advent kalendarını hədiyyə verirdim. İndi gedirəm qalibinə bunu yeni hədiyyəsi olaraq verim. Dedim görüşək. Bu dəfə dedim özüm verəcəm. Xanım tələbədir, çox sevindim tələbənin udmasına. Dedim əgər icazə versən izləyicilərimə də göstərərəm səni. Dedi ki, olar. Görüş üçün Baku Book Center seçmişdim. Elə çatmışdım ki, gördüm xanım qız məni yarım saatdır qapının ağzında gözləyir. Heç içəri də keçməyib. Bu tıxaclar. Həqiqətən də baxın, insanın ruhu dincəlir. Sanki kitablarla yeni il vəhdət təşkil edir. Mən çox bəyəndim. Deməli qaliblə görüşmüşəm. O qədər qəşəng bir qız. Çox qəşəng bir xanım. Necə göstərəm? Aysu, necəsən Aysu? Çox sağ olun, təşəkkür ederim. 20 minin içindən qalib seçilmək necə hissdir? Buyur. Möhtəşəm bir hissdir. Əslində heç ümidim yox idi. Sağlıqla Amma çox işlər. sevindim işdən. Çox sağ olun, təşəkkür ederim. Sən sağ ol, öpdüm. Bir qəşəng tanışlıq çayı içdikdən sonra dedim Aysu gəl sən şəkillərini çəkəcəm. Dedi ki, nə qəşəng blogersiz, belə bir şey görməmişdim. Dedim təbii ki, hər şeyin qarşılığı var. Sən də məni çəkəcəksən. Və təbii ki, sonda kitab almasam olmazdı. Yenə özümü saxlaya bilmədim və burayla sağollaşdıq. Sonda isə soyuq əllər istürəyin siftəsini etdik. Bu il gəlməmişdim. Gələn yarışlarda görüşərik. Yenə də sizi sevindirməyə hazıram. Bu heykəl nədir? Xahiş edirəm cavab verərdiniz. Sağ olun.